Duysun məni hamı, başlayın sözə, əskər məktubunu çatdırır. Əskər məktubunu yazıb yarına, onu atıb gedən öz dildarına. Yox, o yazmayıb ki yolunu gözlə. Bu məktub başlayır belə bir sözlə: salam ey vəfasız gözəl dilbərim. Beləcə açılır könül dəftərim, artır ürəyimin kədəri, qəmi. Sənə həsr etmişəm mən bu naməni. Hələm səninlə bir olan zamanlar, aşkar olmamışdı xeyli yalanlar. Təmiz bilirmişəm bulanlıq suyu, sən isə arxanca qazırdın quyu. Xidmətə gələndən sonra eşitdim, düşündüm ay Allah nə səhvdə etdim. Deyirlər özgəsi ilə görüşürmüşsün, əl-ələ tutaraq gəzişirmişsin. İndi də o kəsə qismət olmuşsun, sən mənim ömrümə əziyyət olmuşsun. Şəklini cibində gəzdirirəm mən, sən belə deyildin, nə oldu birdən? Mən belə bilməzdim vəfasız səni, çünki sevirdin bircə ay qız səni. Bəzən acı xəyal gəlir beynimə, onda başqa bir hal gəlir beynimə. Mən dönənə qədər övladın olar, o da sənin kimi bir qadın olar. Yəqin o da atıb gedər yarını, aşıqın satar, seçərək yarını. Mən səni hər zaman izləyəcəyim, nəhayət o günü gözləyəcəyəm. Özün gəlib mənə qurban olasın, etdiyin əmələ peşman olasın. Deyirdim, bu eşqə dəyəcək nəzər, sən deyirdin varıq sonuna qədər. Sən dəyişdin məni özgə bir kəsə, çox sözlər yazardım mən, amma nəsə sözümün sonuna qoyuram nida. Əlvida, əlvida, gülüm, əlvida.